Hər kəs salamlar dostlar, necəsiniz? Mən Beksər. Bu günlər sizinlə Android telefonda necə DP açmaq olar, onu göstərəcəm. Videonu izləyə-izləyə kanala abunə olub, video like atmağı unutmayınız. İlk başda giririk paramlara. İndi gedirik ən başdan ən alta. Burada telefon haqqında var. Telefon haqqında üstünə vururuq. Sonra proqram məlumatı var. Ora giririk. Sonra buraxılış nömrəsi var. Onun üstünə 5-6 dəfə basırıq. Məndə açıldı deyə artıq beləncə gəlir. Sizdə açıldı deyə gələcək. Sonra ən aşağıda yazıcı seçimlər var. Ora giririk. Gedirik. Sonra orada minimal elm var. Ora basırıq. Bu DP-dir. DP-ni istədiyiniz qədər qoya bilərsiniz. Çox qoyanda telefonun yazıları və telefon yazıları çox balacalaşacaq. Az qoyanda telefon yazıları çox böyüyəcək. Məndə 399-dur, yəni ki, yoxuşu belə kafa gedir. İstədiyiniz qədər qoya bilərsiniz. Video bura qədər idi. Kanala abunə olub like atmağı unutmayın.